Salam əziz yoldaşlar, hər vaxtınız xeyir olsun. 0207-2026-cı il BB kateqoriyasında şəbəkələr bölməsinə aid olan bir məsələ tipini sizə izah edəcəm. İnternetdə informasiyanın həcmi 1200 megabit olan məlumatın 40%-i 5 megabit saniyə, qalan hissəsi də 15 megabit saniyə sürətlə ötürülərsə, ötürülməyə sərf olunan zaman deyil müəyyən edin. Təbii ki, uşaqlar, burada bizə verilən ümumi məlumatın həcmi nəyə bərabərdir? Təbii ki, 1200 megabitə. Bu məlumatın əvvəlcə 40%-ni tapmalıyıq. Bunun üçün bunu vururuq nəyə? %40-a. Bunlar da ixtisar getdikdə bizə neçə verir? 480. Deməli, 480 megabit məlumat nə qədər sürətlə ötürülür? 5 megabit saniyə ilə. Buradan yazıram ki, 480-ə düşür bizdə nə qədər? 5 megabit saniyə. Digər tərəfdən 1200-ün 480-i getdi, yerdə qalan 1200-dən 480-i çıxarıq, 720 isə qalan hissədir. Qalan hissə 15 megabit saniyə sürətlə ötürülür. Buradan da yazırıq ki, 720-yə düşür 15 megabit saniyə. İndi təbii ki, uşaqlar, riyazi qaydanı bilməyənlər S bərabərdir VT düsturundan da istifadə edə bilər. Məlumatın ümumi həcmləri 480, 420-dir və bunları göndərmək üçün istifadə olunan sürət də 5 megabit və 15 megabit saniyə bərabərdir. Və bizdən ümumi nə istəyir? Vaxtı, yəni zamanı istəyir. Buradan T nəyə bərabər olar? T bərabər olar S bölünsün V. Burada hesabladıqda 480-i böləcəyik 5-ə. Bunun da cavabı eləyəcək bizdə neçə? 96 saniyə. Bu birinci hissə. İkinci hissədə hesablasaq, yenə S bölünsün V-yə müraciət etsək, 720-ni böləcək nəyə? 15-ə. Bu bizdə neçə eləyəcək? 48. Bu oldu T1, bu oldu T2. Bizdə ümumi sərf olunan zamanı istəyirsə, T1 üstəgələk T2 nəyə bərabərdir? 96 üstəgəlinsin 48. Bu da eləyəcək bizdə neçə? 144 saniyə. Yəni cavab olacaq Y variantı.